Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve selleme ve barak ala abdihi ve rasulihi Muhammed ve ala alihi ve sahbihi ecma'in. Emme ba'd. Peygamber aleyhissalatu vesselam buyurur: Men salle 40 yevmen fi cemaatin yudriku et-tekbiratel ula kutibet lehu beraeten. Kim 40 gün cemaatla birinci təkbirə çatmaqla namaz qılarsa, kim 40 gün namazları cemaatla birinci təkbirə çataraq qılarsa, kutibet lehu beraeten. Ona 2 bəraət yazılar. Bəraətun minən nar, bəraətun minən nifaq. Oddan bəraət və münafiqlikdən, nifaqdan bəraət. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm demək istəyir ki, kim 40 gün namazları cemaatla, imamla bir yerdə birinci təkbirə çataraq qılarsa, o 2 şeydən uzaq olar. Ona 2 bəraət yazılar. Yəni 2 şeydən uzaq olar. 1. Cəhənnəm odundan, 2. Münafiqlikdən. Və bu hədis alimlər arasında ixtilafdır. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabit olub, yoxsa yox. Bir qrup alimlər deyir ki, bu hədis sabit olmayıb. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə hədis sabit olmayıb, yəni zəifdir. Və bir qrup alimlər deyib ki, hədis şəvahidləri ilə sabit olur. Yəni, həsən dərəcəsinə qalxır. Yəni, hədisi əməl etmək olar. Yəni, hədisin sabit olub olmaması alimlər arasında ixtilafdır. Lakin, Allahu ələm, Allah daha doğrusunu biləndir, əksər fəqihlərə görə hədis səhidir, hədis sabit olub. Və inşallah hədis səhidir və hesab etsək ki, hədis səhidir, yəni hədis səhi olan təqdirdə hədis özündə bir neçə məsələni əhatə edir. Birincisi, 40 gün deyəndə, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, kim 40 gün? 40 gün, burada 40 gün, ardıcıl 40 gün qəsd edilir. Yəni ara kəsilmədən, yəni ara vermədən, ara kəsilmədən 40 gün dalbadal, ardıcıl, cemaatla, namazları cemaatla birinci təkbirə çatmaqla qılarsa. İkinci məsələ, birinci təkbirə çatmaqla, deyir Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, təkbirətəl yudriku ət-təkbirətəl ulə, birinci təkbirə çatmaqla. Yəni, bu sözün izahı. İmam Allahu Ekber edir, başlayır namaza. Arxadakı İmamın təkbirindən sonra o da təkbir edib daxil olur. Yəni, bu artıq imamın təkbirinə çatıb. Yəni, kim belə edərsə 40 gün, yoxsa imam təkbir etdikdən sonra qiraətə keçdisə, misal imam təkbir etdi, sən hələm təkbir edib başlamamısan. İmam təkbirdən sonra keçdi Fatihə surəsini oxumağa. Yəni, qiraətə. O Fatihə surəsini oxuyanda sən namaza daxil oldun. Allahu Ekber elədin. Bu artıq deyirik ki, sən birinci təkbirə çatmadın. Yəni, bu fəziləti itirirsən. Ona görə diqqətli olun. Yəni, bəzi qardaşlar görürsən, cəmaata səhvə gəlib çatıb. İmam təkbir edir, bu hələm eləməyib. Bu hələm təkbir gətirməyib. Gözləyir. Hər hansı bir səbəbdən gözləyir. Və imam keçir qiraətə, oxumağa. Və sonra Allahu Ekber eləyir. Yəni, belə olduğu təqdirdə o təkbirətül ihram, yəni birinci təkbirə çatmayıb imamla. Yəni, imam Allahu Ekberdən sonra ikinci mərhələyə, yəni qiraət mərhələsinə keçərsə, sən artıq birinci təkbirə çatmamısan. Ona görə birinci təkbirə çatmaq deyəndə imam təkbir edib, sən də arxasını da təkbir edib namaza daxil olursan. Bu nəzərdə tutulur. Və sonra üçüncü məsələ, hesab etsək ki, bir insan 38 gün gəlib ardıcıl. 38 gün. Yəni, ardıcıl Allah Təbaraka və Teala'nın müvəffəqiyyəti ilə
cəmaat namazına birinci təkbirə gəlib çatıb. Və 2 gün, yəni sona, yəni 40-a 2 gün qalmış, 40-a 2 gün qalmış xəstələnib. Üzürdür. Xəstələnib, xəstəlik səbəbi ilə evindən cəmaat namazına çıxa bilmir. Burada sual çıxır ki, belə olduğu halda, yəni insan, o hədisin üzərinə tərtib olunan fəziləti alır, yoxsa yox? Yəni hədis ona aid olur, yoxsa yox? Yəni o iki şeydən uzaq olurmu? Cavab odur ki, bəli, olur. Yəni insan məhrum olmur o hədisdən. Niyə? Çünki öz istəyi ilə, öz səbəbi ilə olmadı. Yəni insan istəyirdi, 38 gün gəlmişdi, lakin sonunda 2 gün qalmış, üzür səbəbindən, və bu keçərli üzürdür, xəstəlik səbəbindən evindən cəmaat namazından çıxa bilməyib. Yəni, belə olduğu təqdirdə, yəni hər hansı bir üzür onu saxlayarsa, artıq o hədisdən məhrum olmur. Yəni, həmin insan o hədisin savabını alır və o iki şeydən uzaq olur. Həm cəhənnəm odundan, həm də münafiqlikdən. Nəyə əsasən? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim xəstələnsə və ya səfərdə olarsa, ona həmin vaxt ərzində sağlam olduğu vaxtda və muqim, yəni qeyri-səfərdə olduğu vaxtda yazılan savablar yazılır. Yəni, insan misal üçün sağlam vaxtı savab əməllər edir itaətdə, hərisdir və davamiyyətli bunu edəndir. Lakin xəstələnir, xəstəlik səbəbindən o əməl kəsilir. Yəni, o əməli edə bilmir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, belə olduğu təqdirdə, yəni o xəstə olduğu vaxt ərzində ona sağlam olan vaxtı nə savablar yazılırdısa, həmin savabı alır. Həmçində səfərdə olan yəni qaydana kimi. Ona görə yəni bu məsələni, yəni bu hədislə bağlı məsələni tənbih etmək istədim və belə hesab edirəm ki, yəni izah edə bildim və Allah subhanahu və teala'dan istəyirəm ki, eşidənlər və baxanlar üçün faydalı etsin. Və sallallahu və səlləmə və barak alə abdihi və rasulihi Muhammed. İxlasla.com saytı tərəfindən təqdim olundu.